Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə baxacağımız mövzu quantifiers, kəmiyyət göstəriciləridir. Kəmiyyət göstəriciləri istifadə olunmasına görə iki yerə bölünür. Sayılmayanlarla istifadə olunanlar və sayılan cəm isimlərlə istifadə olunanlar. Sayılmayanlarla istifadə olunanlar much, a little, little, sayılan cəm isimlərlə istifadə olunanlar many, a few, few və several olmaqla hissələrə bölünür. Üçüncü kateqoriyada olan kəmiyyət göstəriciləri isə həm sayılmayan, həm də sayılan cəm isimlərlə istifadə oluna bilər. Bu kəmiyyət göstəricilərindən sonra sayılmayan isim gəlirsə təkdədir, sayılan isim gəlirsə mütləq cəmdə olmalıdır. Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, sayılan isim kəmiyyət göstəricisi ilə birlikdə istifadə olunursa, bu zaman mütləq cəmdə verilməlidir. A lot və a lot of biri-birindən fərqlənir. A lot of-dan sonra mütləq isim gəlməlidir. Məsələn, a lot of books. Lakin a lot-dan sonra isə isim gələ bilməz. Zərf kimi feildən sonra işlənir. Məsələn, read oxumaq, oxumaq bizim feilimizdir və feildən sonra zərf olaraqdan istifadə olunub. Lakin a lot of, lots of, plenty of hər biri bir-birinə bərabər olan kəmiyyət göstəricilərdir. Hər birinin mənası eyni şəkildə çoxlu deməkdir. A few və a little əvəzliklərinin qarşısındakı a artiklının onlardan sonra gələn ismin təkdə və cəmdə olmasına heç bir təsiri yoxdur. Buradakı artikl bizi çaşdırmamalıdır. A artiklı ilə istifadə olunursa, yetərli qədər az olduğunu göstərir. Məsələn, a little, a few. Gəlin buna nümunə üzərindən baxıb təhlil edək. I have a little time, I can help you. Mənim az vaxtım var və mən sənə kömək edə bilərəm. Burada az vaxtı olduğu a little vasitəsilə bildirilir. Lakin burada a artiklının olması kifayət qədər, yetəri qədər olduğunu bildirir. Yetəri qədər olduğu üçün mən sənə kömək edə bilərəm. Bir sözlə a artiklını gördükdə yetər, bəs edər mənasında nəzərimizə saxlamalıyıq. Little və few no'ya bərabərdir. Yəni bir inkarlıq bildirir. Ona görə də bu əvəzliklər inkar cümlədə istifadə oluna bilmir. Çünki bir cümlədə iki inkar istifadə oluna bilməz. Mən burada little time yaza bilmərəm, çünki onsuz da cümləm inkardadır. Bu səbəbdən də little yox, much verməliyəm. Little-ın eyni zamanda balaca mənası var. Bu mənada sifət kimi işlənib sayıla bilən isimlərlə işlənə bilər. Məsələn, a little boy, balaca oğlan, little boys, balaca oğlanlar. Burada az mənasında yox, balaca mənasında istifadə olunub. Only yalnız deməkdir və only-dən sonra a few, a little gəlməlidir. Gördüyünüz kimi artikellı kəmiyyət göstəriciləri istifadə olunmalıdır. Lakin very, to, so bunlardan sonra isə heç bir artikel gələ bilməz. So-dan sonra sifət və zərf gələ bilər. Birbaşa isim gələ bilməz. Lakin so-dan sonra many, much, few, little gələrsə, bu zaman bu sözlərdən sonra isim gətirə bilərik. Suchdan sonra kəmiyyət göstəricisi kimi yalnız a lot of gələ bilər. Lakin xüsusi diqqət yetirmək lazımdır ki, little kiçik, balaca mənası da var və bu mənada olduqda suchla istifadə oluna bilir. Məsələn, such a little boy, belə balaca oğlan. Burada az mənasında deyil, balaca mənasında istifadə olunub. Bu səbəbdən də suchla istifadə oluna bilir. Many və much'ın fərqinə biz əvvəlki slaydda baxdıq ki, many-dən sonra sayılan cəm isim gələr, much'dan sonra sayıla bilməyən isim gələ bilər. Eyni zamanda başqa bir fərqi daha var. Many yalnız sifət kimi işlənir, yəni sifət kimi işləndiyi üçün yalnız isimdən əvvəl gələ bilir. Much isə həm sifət, həm də zərf kimi işlənə bilir. Yəni həm isimdən əvvəl, həm də feildən sonra gəlir. Much time ismin qarşısında istifadə olunub, isim sayıla bilməyən isimdir. Həmçinin feildən sonra gəlib. Lakin aşağıdakı nümunəyə diqqət yetirək, many isimdən əvvəl gəlib, feildən sonra isə gələ bilməz. Bu qayda paralel olaraqdan few və little-a da aiddir. Few yalnız sifət kimi istifadə olunur, little isə həm sifət, həm də zərf kimi ola bilir. Time-ın qarşısında little istifadə olunub, eləcə də read-dən sonra a little istifadə olunub. Lakin read-dən sonra a few-nu yaza bilmərəm. More-dan əvvəl təyin edici yoxdursa, bu zaman özündən sonra həm sayılan cəm, həm də sayılmayan isim gələ bilir. Lakin more-dan əvvəl təyin edici gələrsə, bu zaman ismin tək və yaxud da cəm olması həmin təyin ediciyə əsasən yazılır. Təyin edici dedikdə, məsələn, one, some, little bunlar nəzərə alına bilər. More-dan əvvəl təkliyi bildirən bir söz gəlib,
və ismim təkdədir. Mordan əvvəl artıq birdən böyük rəqəm gəlib, buna görə mənim ismim də cəmdədir. A number of və the number of. Hər ikisində of-dan sonra cəm isim gəlir, lakin xəbərlər isə fərqli şəkildə olur. A number of-da cəm xəbər, the number of-da isə tək xəbər gəlir. Diqqət yetirək, hər ikisində isimlər cəmdədir, lakin xəbərlər isə E olduqda cəmdə olur, D olduqda təkdə olur. Videonu bəyəndinizsə, bəyən butonuna basmağı, eləcə də kanala abunə olmağı unutmayın. Dərslərlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.